Mən balaca olanda mənim nənəm mənə nağıllar danışardı. Tülkünün nağılları. Heç bir kitabda yazılmamışdı ya. Bu onun öz beyninin məhsulu idi. Öz daxili dünyasından irəli gələrək asosiativ olaraq qurduğu hər hansı bir səhnələri canlandırır və mənə çatdırardı elə maraqlı formada, elə emosiyalardan ki, indiyənə qədər bütün ssenarilər yadımdadır. Hətta yadıma gəlir ki, nağıla danışanda özü danışaraq yorulurdu, yuxu tutub yatırdı. Mən də dedim, davamı necə gələcək, nə oldu? Tülkü qırmızı paltarda, qırmızı papaqda, şlyapada, tülkü parkda, tülkü məktəbdə, tülkü hamamda, nə bilim, tülkü gəzintidə, tülkü həkimdə. Hər dəfədə min bir macəra qarşısında məni saxlayardı. Mən də sonunu bilmək istərdim. Və mən başa düşürəm ki, o vaxtın nağıllarına əsasən insanın həyatındakı gündəlik o məişət işlərinə qarşı olaraq münasibəti də formalaşır. Necə düşünürsünüz? Nənə mənə bu nağılları niyə danışırdı? Başımı qatırdı, yoxsa bildiyi nəsə var idi?